Salam, sabahınız xeyir. Deyərdim, amma sabah deyil, artıq bu günlərim ayın 16-sı və saat 11-dir. Hələ də bizdə işıqlar yanmır. Dünən 15 apreldə saat 7-dən sonra, yəni 19:00-dan sonra işıqlarımız söndü. Və hələ də yanmır. Mən indi qonşuya gedirəm. Deyəcəksiniz ki, niyə Leyla müəllim qonşuya gedirsiniz ki? Çünki artıq telefonlarım enerjisi tükənir. Mən məcburam ki, qonşuya gedim. Demək, kəndin yarısında işıq yanır, yarısında yox. Deyəcəksiniz ki, hə, necə olur ki, yəni bir kənddə yarı-yarı işıqlar yanır. Mən də onu deyəcəm ki, şəhərdən sökülmüş köhnə kabelləri gətirib kəndlərə yeni adla satırlar, yeni adla quraşdırırlar. Bax, ona görə də işıqlar yanmır. Bəli, şikayəti kimə edək? Heç kimə edə bilmirik. Çünki biz şikayət etsək, bizi borclu çıxardacaqlar. Və ona görə də mən bunu çəkməklə paylaşıram və deyirəm ki, baxın da, yəni kəndçilərin başını bax bu cür alladırlar. Biz sevinirik ki, ay amandır, yeni quraşdırırlar, hər şey kabel, dirək, o bu. Amma görürük ki, işıqları yandırmaq mümkün deyil. Çünki yararsız haldadır. Gözləyək görə işıqlar nə vaxt yanacaq. Baxın, inanmayacaqsınız. Baxın, gəlmişəm qonşuya, işıqları yanır. Bax, belədir də, bizim kənd bax belədir. Heç nə, göz yumurlar.